Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla ləzzətli şuba salatı hazırlayacağım. Salatı hazırlamaq üçün kök, kartof və çuğunduru əvvəlcədən qaynadıb pişirmişəm. Hər birini ayrı-ayrılıqda rəndənin iri gözündən keçirdirəm. Salata əlavə etmək üçün 1 ədəd hissə verilmiş balıq götürmüşəm. Balığın dərisini, sümüyünü çıxardıqdan sonra bu cür hissələrə böldüm. 1 ədəd qırmızı soğanı da xırda-xırda doğramışam. Boşqabın içərisinə biraz mayonez əlavə etdikdən sonra əvvəlcə kartofu əlavə edib hər tərəfinə eyni qaydada yayıram. Kartofun üzərindən duz istiot əlavə edib mayonez vururam. Mayonezi hər tərəfinə yaydıqdan sonra üzərindən balığı və doğranmış soğanı əlavə edirəm. Qeyd edim ki, əgər qırmızı soğan yoxdursa, ona adi ağ soğanla da əvəz etmək olar. Mayonez vurub yenə hər tərəfinə eyni qaydada yayıram. Rəndədən keçirdiyim kökü də əlavə etdikdən sonra üzərinə duz istiot səpirəm. Mayonez vurduqdan sonra hər tərəfinə yayıram. Mayonezin miqdarını az və ya çox əlavə edə bilərsiniz. O baxır sizin zövqünüzə. Sonda çuğunduru əlavə edirəm. Yenə üzərindən duz istiot səpib mayonez vuracam. Salatın üzərini öz zövqünüzə görə istədiyiniz kimi bəzəyə bilərsiniz. Üzərinə bütöv şəkildə qozu yerləşdirirəm. Xırda doğranmış şüyü də əlavə edəcəm. Qeyd edim ki, qozu qoççəkən maşında çəkib bütöv salatın üzərinə də əlavə etmək olar. Kənardakı halqanı çıxardıram. Artıq gördüyünüz kimi şuba salatı hazırdır. Həqiqətən də çox ləzzətli, doyumlu bir salata alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Bəs siz necə, bu salatı hansı üsulla hazırlayırsınız? Öz fikirlərinizi kanalımızın şərh bölməsində bölüşə bilərsiniz. Videom sizlər üçün faydalı oldusa bəyənməyi unutmayın. Hazırlayacaq olanlara nuş olsun.